Şahbaz dayan. Ne ola bax? Səni bilmirəm dayan. O hamısını anama danışdı, hər şeyi eşitdim. Arkadaş, düzəmlərə də görə kim danışır, nə danışır? O hər şeyi öyrəndi, anam yaman hirslənib. Şahbaz, bir dəqiqə görüm. Şahbaz, eşmişəm Parijə, Frəngistana gelirsən. Xeyr ola, bu nə sözdür belə? Gələn nə olacam dostum? Gələrəm də, gələrəm də. Şərəfnisə firan qızların başına örtən ləçəklərdən söhbət alıb getirərəm də. Firan qızların başına örtən ləçəklər mənə lazım deyil. Al Parijdə onların başına ört ki, Qarabağda onların havasını ilə uçursun. Sən hələ bir mənə başa sal görüm. Sən öz başınasan, yoxsa atan yerində bir böyüyün yoxdur? Əlbəttə, mən dayım gəlsindən heç nə gedə bilmərəm. Monsieur Jordan özü damın rüsxətimi götürəcək. Necə? O necə karadır ki, o Monsieur Jordan səni özünə tolayıb Parijə aparsın. Mən indi bildim o Monsieur Jordan hansı yuvanın quşu imiş və səni Parijə nə üçün aparır. Öl yerəgin, bu gün sabah toyundur. Mən bu tezliklə Parijə getmək istəyirəm. Evlənmək istəmirəm. Gedim təhsilimi alım. Sonra isə... Mən bilirəm sən nə dərs almaq istəyirsən. Allaha and olsa o Monsieur Jordana bir dənə toy eləyərəm ki, gəldiyi yolu yaddan çıxardar. Hələ bir buna bax, sən mən nə qədər ki sağam, sən heç ara getməyəcəksən, bildin? Bir damla su, bir damla su, bir damla su yardımcı olur. Susuzluktan ortalık karıştıysa bir damla su yeter. Deyirəm, bu frenglər nə naşikir millət imiş, heç yaxşılıq zat bilmirlər. Xeyr olar, var. Mən ağılsız götürüb o Monsieur Jordan üçün hər səhər qaymaq, bal, günorta plov, axşam da bozatma verirəm ki, gedib burada danışmasın ki, Qarabağ əlaflarının xanımları mərifətsizdir, qonağa hörmət edə bilmir. Arvad. Digər bundan sonra qonağa hörmət edə. Arvad, sən tanrım, mən bir başa sal görüm, nə olub axı? Nə olacaq? Sən o Frangistandan gətirdiyin o çörsüb yıxan qonağını bizim Şahbazı aparıb Parijə. Nə Monsieur Jordan Şahbazı Parijə aparır? Bəli. Ay arvad, nə tərəm-pətərəm danışırsan axı? Mənə pətərəm danışan, bugün Şahbaz gəldi özü dedi, qızın şərəfnisəyi də deyibdi. Nə gülürsən kişi? Analı qızdı ki, pulluq ağlımız yoxdur. Şahbaz bilir ki, qızın ürəyi yuxadı zarafat eləyibdi. Sən də hər şeyi boş tutursan. Cavan uşaqdır, bəlkə o frənglər onun ağlını oğurlayıbdı. Götür o ikisini də qoy qabağıma, bir soruş. Gör bu nə işdir belə? Hər şey get çağır Şahbazı bura görür. Belə də iş olar da orada yerdə çəkişirsən. Eşref abi rüyayı ilk gördüğünde karnında başlayıp yavaş yavaş kalbine çıkan sıcaklığı henüz fark etmemiş, ilk defa yaşadığı o hayranlık duygusuna henüz at vermemiş, daha da kötüsü ölene kadar bu kızı seveceğini aklından geçirmemişti. Nereden bu sevda geldi başıma, ananın sarhoş, Axı, mən sənə özüm həmin şəkilləri göstərəcəkdim. Jordan axı öz dedi ki mənə, göstər öz nişanlığa, görsün necə firəng qızları Parisdə gelib gəzirlər. Heç utanırsan, heç xəcalət çəkirsən. Axı nədən? Hələ bir soruşursan da, o dediyin qızlardan ötürü az qala qalan da çıxasan Parijə. Necə bəyəliysən, Şərəfnisə? Türk firəng qızları qurban olsun sən telibə. Mən sənə inanmıram. Axı, mən sənə demişdim. Bütün mənim taytuşlarım təhsil alıb, məişət sahibi olurlar. Mən isə qalmışam qamışlıqda, atsız, satsız. Bir də gözünü yumacaqsan, açacaqsan, görəcəksən ki, bir il keçib. Şahbaz, tez ol, dədəm səni çağırır, tez ol, gəl. Gedək. Salam aleyküm, mənə çağırmışdın. Salam Şahbaz, eşitmişəm ki, Monsieur Jordandan bir kişi Parijə gedirsən. Bəli, əmi, sizin rüsxətiniz olsa. Niyə ki bala? Əmi, firəng dilini öyrənməm. French dili nəyə lazımdır ki bala? Lazım olan dilləri ərəb, fars, Azərbaycan, rus dilidir. Onları da mədrəsədə öyrənmisən. Assalamu aleyküm möhtərəm Hətəm xanım. Monsieur Jordan, eşitdim ki sən bizim Şahbazı Parijə aparsan. Şahbaz səfərdir. Bəli, necə ola bilər ki, Şahbaz kimi cavan, zirək, savad sahibi olan bir oğlan demək olar ki, bütün dilləri bilsin və firəng dilini bilməsin? Əminəm ki, o çox qazanacaq. Müvəffəqiyyət. Görürsünüz, o artıq bəzi sözlər bilir.
Valla insana ağıl lazımdır. Bir dil əlavə bilməklə ağıl artmaz. Bir də əsas insan öz dövrünün insanın adət və xüsusiyyətlərinə malik olar. Əmi, zamanı əhlin biri də Parij xalqıdır. Sizin sözünüzə görə biz Parij xalqının adət və xəsiyyətlərini bilmək məcbur qalırıq. Valla bir günəndə mən bu Qarabağda otura-otura Monsieur Jordan'dan artıq oranın xalqının adət xüsusiyyətlərini öyrənmişəm. Əmi, əgər mən Parijə getməsəm, mən necə onların adət bələd ola bilərəm? Valla Monsieur Jordan'ın hərəkət və danışıqlarından məsələn mən artıq bilirəm. Parijlilər bizdən fərqli olaraq onlar əllərinə xəna qoymazlar, biz qoyarıq. Biz məclisdə papaq taxarıq, onlar taxmazlar. Biz xörəyi əllə yeyərik, onlar çəngəl qaşıqla yeyərlər. Bizdə açıq peşkəş var, onlar da gizlincə. Biz çoxlar vadalarıq, onlar çoxlu kişi alar. Mən bir köhnə dərvişəm, cəhənnəmdən gəlmişəm. Mən bir köhnə dərvişəm, cəhənnəmdən gəlmişəm. Zamanəni dolayı barmağıma sərmişəm. Zamanəni dolayı barmağıma sərmişəm. Dəqidə dəğal fətəndi, dübəlküval kərəndi. Dübəlkümal cumuhal, diyəndi. Aleyküm. Selamun aleyküm. Aleyküm salam baba dərviş. Zəhmət çəkmisiniz. Buyurun, keçin əyləşin. Xanım, mənə nisbət nə qulluğunuz? Canla başla. Buyurun, nə lazım idi? Baba dərviş, bir cüzi, yüngül işdən ötürü sizə əziyyət vermişik. Yəqin Sənəm xanım da sizi bu məsələdən agah etmişdi. Bəli. Gərək elə edəsən ki, bizim Şahbaz Parijə gedə bilməsin. Baho, xanım, bu heç də bir yüngül iş deyilmiş. Bu çox bir ağır və çətin işdir. Bu işdə cadunun əsəri ya Parisin başında partlayacaq, ya da Musey Jordan'ın. Bir şey anlamadım, baba dərviş. Xanım, məsələn, əgər mən Şahbaz bəy əl vursam, onda gərək onun içinə cin salım ki, bu sənəmin həyalını bunun başından çıxartsın. Amma yenə deyirəm, ola bilər ki, Şahbaz bəy qoxsun, alnına həttinə yetirsin. Yox, baba dərviş. Allahın sevərsən baba dərviş, belə sözlər danışma. Bunların hamısı ondan ötürüdür ki, bizim Şahbaz bizim gözümüzün önündən heç ara çəkilməsin. Hə, bu surətdə gərək ki, bütün divlərə, ifritələrə əmr eləyim ki, bunlar Parisi haraba qoysunlar. Altın üstünə çevirsinlər ki, Şahbaz bəy bu səfər niyyətindən yayınsın. Bəli. Və yaxud da gərək bir xoruzun adını Musey Jordan qoyum və ruh ulduzuna əmr eləyim ki, 10 gün ərzində Musey Jordan başını... İndi buyuruz xanım, ürəyiniz nə istəyir? Parisin partlaması, yoxsa Musey Jordan boynunun qırılması? Hər ikisini baba dərviş. Allahın sevirsən ay qız, belə sözlər danışma. Sənin ürəyin daşdı, nədir? O biçarə Parisdə bizə neyiniblər ki, biz onların evlərinə, onların başlarına uçurdaq. Hamısını edən o çör-çöp yığan Monsieur Jordan'dır. Qoy nə bilirsə elə ona eləsin. Yox, anacan, elə demə. Monsieur Jordan yazıqdır. Mən istəmərəm onun boynu vurulsun. Heç olan işdir ki, evinə gələn qonağın qanına baiz olasan. Şərəfinisə doğru deyil. Vallahi heç bilmirəm nə eləyək. Xanım, vaxt keçir, durmaq vaxtı deyil. Qoy Parisdə qalsın. O da yaman adamlar. Məgər şəkillərdə görmədiniz xanım? Mütarbatlarla kişilər gəzirdilər. Əgər elə olmasaydı bizim Şahbaz heç sonra getməzdi. Köpək qızlar, tüzlərinə. Hə, onda Pariji dağıt. Hə, Pariji dağıt. Nə indi, nə sonra xəbərdar olmalı deyil ha. Və cadu əsər bağışlamaz. İndi divlərin əli muzlunu kələm edin ki, işə başlayaq. Vaxt keçir. Mən artıq istəmirəm xanım. Nə qədər ki vəd edibsiz. 100 bacaqlı. Ay qız, sənəm, get çantamı gətir. Bu saat xanım. Qəda, bu xanımlar elə bilir ki, biz Qarabağda otura-otura Parisi partladıb Musey Jordan'ın başını kəsəcəyik. Nə bilmiyorlar. Məgər belə qəribə hadisələr olmur, baba dərviş. Adə, xazə danışma.
Dərviş, başlayaq da Paris hazırdır. Ya Meliha, ya Feliha, ve yandı, 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 ve yandı, yandı, yandı. Məsəl oxuyur ki, işimiz avan olsun. Divlilər, ifritələr xəbərdar olsunlar ki, baba Dərviş nə fikirdədir? Ya Meliha, ya Feliha, ya Meliha, ya Seliha, ya Beliha. Qaldırın Parisi yerindən, vurun yerə, necə ki mən bu heykəli darmadağın edirəm. Vay dədəm vay. Abala, bu qədər də barıt qoyma olar, kül başına. Qulam Əli, tez aranı cırmaq lazımdır. Söz oradan. Zink var. Sizə məktub var. Kimdəndir? Təbrizdəki Fransız konsolundadır. Cavab şanşım buyurdu. Sizə deyim ki, sabah sizi Aras səqlidə fayton gözləyəcək. Paris dağıldı. Ay, buna ne olub? Ay adam, gəlin, ha köməyin, ay. Paris dağıldı. Kral kaçtı. Atımı getir, Frangistan'a kaçmalıyam. Yıkılmadım, ayaktayım, dertlerimle baş başayım. Məsələn, əgər mən şahbaz və əl vursam, gərək ki onun içinə cin salım ki, o bu sənəmin başından çıxartsın. Napa nefret ediyorum ben sizden ya. Yalçın! Sinir krizine geçirdim. Allah sizin belanızı versin, ben başka bir şey demiyorum. Sağımızda ezan okunduğunda biz hele evimize götürmemişik. Salavat çəkdim. Allah Allah. Ciddi misin oğlum? Allah məsələn Allah məsələ Ali Məhəmmədin və Ali Məhəmməd. Allah məsələn Ali Muhammed. Bale. 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 Kara geceler üzerime titreyen birçok sözüm var. Beni bekleyen ne çok hırsın var.